Salam uşaqlar, səhifə 93-ə baxırıq. Deyir ki, videonun birinci hissəsinə baxın və cümlələri tamamlayın. İlk öncə baxaq görək bizdən nə istəyir. The challenges he had to overcome in the settlements for IDPs. His father advised about how to have a bright future. His university entrance was important. Gəlin qulaq asaq. Is our first lecture in Physics 1. I come from a remote mountain village in Laçın region of Azerbaijan. I lived in this village for 8 years. Our village Deyir, mən Laçından gəlirəm, uzaq bir kənddən və burada Laçında 8 il yaşamışam. had a beautiful nature, we had a beautiful house, we had a healthy life. Bizim gözəl təbiətimiz, gözəl evimiz var idi, çətin həyatımız var idi. Green mountains, we had springs, waterfalls, we had a beautiful river, the nature. Burada təbiəti tərifləyir ki, bunlar var idi, gözəl dağlar, çiçəklər, ağaclar və s. It was like a little paradise. We had a happy life there. We were Burada xoşbəxt həyatımız var idi, amma deyir, elə bir cənnət kimi idi də. living our lives peacefully in that part of the world. A few months after Khojalı massacre, in fact, Laçın, including our village, was attacked and occupied by Armenia. Və deyir ki, Xocalının işğalından sonra, hücumundan sonra Laçına hücum etdilər ermənilər. From Laçın, we escaped to Ağcabədi. All IDPs, internally displaced people from Laçın region, ended up settling there in that empty land temporarily. Və deyir ki, biz oradan Ağcabədiyə yola düşdük. Orada da IDP-lər, yəni ki, bu qaçqınlar üçün nəzərdə tutulmuş ərazilərə getdik və orada boş bir ərazi idi. The place we ended up was an extremely warm place in summer, in winter extremely cold. Deməli, uşaqlar burada deyir ki, onun IDP-lər üçün olan qəsəbədə çətinliklər, onun öhdəsindən gəldiyi çətinliklər. Birinci çətinlik əslində bilməm öhdəsindən onun gəlib gəlməyib. Hər halda yazar extreme hava şəraiti, kəskin. Həm soyuğu ekstrem olub, kəskin olub, həm də istisi. Belə yazıram, extreme weather conditions. Kəskin hava şəraiti. We didn't have drinkable water nearby. No drinkable water, sonra içməli su olmayıb. No, bu no'dur. We had to go 6-7 kilometers to get Yəni suyu da əldə eləməkdən ötürü 6-7 kilometr gedirlərmiş ki, suyu götürsünlər. drinkable water from one artisan well. Yəni artisan quyusu var imiş oradan götürməyə. Just plain soil, middle of nowhere. We didn't have any infrastructure, so we didn't have. Aha, no infrastructure. Yəni infrastruktur da olmayıb. Yəni xəstəxanası, nə bilim, məktəbi, ondan sonra marketi, bazarı və s. No infrastructure. We didn't have school. We didn't have hospital. Many of my wishes as a child died. I could not realize. When I look at that picture, I want to forget. I just don't want to even remember the details of life there. Deyir ki, mən həmin günlər yadıma düşəndə deyir, heç istəmirəm onlar mənim yadıma düşsün. Onları deyir, unutmaq istəyirəm. All we had were some textbooks given to us as humanitarian aid. Some textbooks were given to us by the Minister of Education. And I remember my father would tell us, well, here are the books, you can study by yourself. We don't have a school, but you have to study. Okay, your future
brighter future will come with education. You have to study these things. Deməli, bunların heç kitab dəftəri də yox imiş və Təhsil Nazirliyi sadəcə kitablar verirmiş, dərsliklər və atası da bunlara həmişə məsləhət görürmüş ki, yəni parlaq bir gələcək üçün you should study, oxumalısınız. Oxuyun. At one point, I was going through these textbooks, looking at the pictures, colored pictures, and I saw an image of train, cars, TV, radio, and I looked at the textbook. The cover of the textbook said physics. When I realized that those pictures were in physics textbook, that was the first time I realized that I should study physics. Deməli, bu belə kitabı vərəqləyərkən orada nə bilim qatarlar, nə bilim müxtəlif texnoloji şeylər görüb və kitabı çevirib görüb ki, bu hansı kitabdır. Görüb fizika kitabıdır və ondan sonra başa düşüb ki, o fizika oxumalıdır. Deməli, burada soruşur, onun maraqlandığı dərs əsasən fizika dərsi imiş, physics. So I took these books. I asked my father. My father said, if you want to study physics, you have to study math, you have to study geometry, etc. Then you can... Və atasından soruşub, atası da deyib ki, sən fizika öyrənməkdən ötürü gərək riyaziyyatı da öyrənəsən, geometriyanı da öyrənəsən, yəni həndəsəni. Can study physics. So I took these textbooks, started from the first grade all the way to 11th grade. Və deyir, kitabları götürdüm, 5-ci sinifdən ta 11-ci sinifə kimi başladı onları oxumağa. Oxuyan belə olur, indiki uşaqların əlində internet, hər şey, heç nə də oxumayıb eləmirlər. Yəni, bəzilərinə aiddə oxuyanlar da var. Elə deyirlər, YouTube-dan baxım, köçürüm. Belə olar, ay uşaqlar. Biz burada sizə kömək eləməkdən ötürük ki, bunun kimi əli kitaba, dəftərə çatmayanlar öyrənsinlər. Yoxsa, indiki uşaqlar hər şeylərə əllərinə çatır, oxumaq da istəmirlər. Bir dən deyirlər ki, Roblox oynayım, nə bilim, Brawl Stars oynayım. Siz də kommentlərdə yazın görək, siz hansı oynayırsınız və sizin Brawl Stars'dakı ləqəbləriniz nədir? Roblox'dakı ləqəbiniz nədir? Ya da nə bilim, Minecraft'ın videolarına baxın. Özdə türklər danışır, o videolara baxın da lap əsəbləşirəm. Belə qışqıra danışırlar, adamın bütün əsəblərindən toxunur. When I was preparing for a university, kids who were my age, they knew that I was preparing for entering a university. They would know that I was doing something almost sacred, but they did not believe that it was possible for a person who is not going to school, doesn't have a mentor, just taking by himself the textbooks and studies by himself and can enter a university. But this Deyir ki, həmin ərəfədə onun həm yaşıdları görürlərmiş ki, bu uşaq universitetə hazırlaşır və onlar mətər qalırdılar ki, necə inanmırdılar ki, bu universitetə girə bilər. Çünki nə müəllimi yox imiş, nə məktəbə getmirmiş, sadəcə özü dərsliklərdən həmin o dərsləri oxuyurmuş ki, universitetə girsin bu üsulla. Yəni, universitetə girməyə əslində bir möcüzə olub bu uşağın. Vallahi halaldır. When this happened, I remember the news spread everywhere. Like in our region, this IDP settlements, everyone knew that there's a kid who studied by himself. He didn't go to any school and he entered to the top university of the country. Və deyir ki, bu xəbər yayıldı, universitetə girəndə artıq bu xəbər hər yerə yayıldı və hamı mətə qalmışdı ki, öz-özünə hazırlaşan, heç kimin kömək olmadan, məktəbə getməyən bir uşaq bu universitetə girib də. I would say thousands of IDP kids started to see me as an example, as a role model.
Və deyir, mən deyə bilərəm ki, minlərlə o IDP-də, yəni bu qaçqınlar olan düşərgədə olan uşaqlar məni artıq özlərinə bir nümunə kimi görürdülər. And this in itself put additional responsibility on my shoulders. Və bu da deyir, özlüyündə mənim çiyinlərimə daha bir əlavə bir məsuliyyət qoydu. To do my best because I realized that I could not Yəni öz əlimdən gələni eləmək üçün. fail. If I failed, that failure would not be just my failure. It would be failure of those thousands of children. So I kept going. Deyir ki, yəni ona görə ki, mən uğursuzlu olmağa mənim şansım yox idi. Yəni mən mütləq uğurlu olmalıydım. Çünki mənim uğursuz olmağım o demək idi ki, minlərlə həmin o uşaqları da uğursuzluğuna gətirib çıxarırdı. İndi burada soruşur ki, onun universitet qəbulunun nəyə görə vacib idi? Because he set an example və yaxud da a role model. Elə bu təzə dərsliyimizdən öyrəndi. Deməli, onu pozan. Aha. Belə yazacağım, role model sözün keçi. Because he became a role model for thousands of kids və children in IDPs. In IDP. If he failed, it would mean his failure would mean their failure as well. Bunu da yazalım. Yox, bunu yazmayaq, uzatmaya ehtiyac yoxdur. İndi ikinci hissə uşaqlar, suallarla tanış olaq. What was his goal while studying at University in Baku? Onun Bakıda universitetdə oxuyarkən məqsədi nə idi? How long did he live in the United States? Birləşmiş Ştatlarda nə qədər yaşadı? What did he keep in mind when he was in the USA? Ağlında nə saxlamışdı Amerikada yaşayarkən? What was his goal when he was living in the USA? ABŞ-da yaşayanda onun məqsədi nə idi? Gəlin qulaq asaq. I was 17 years old when I moved to Baku. 17 yaşım olanda Bakıya köçdüm. That's when I entered Baku State University. Və həmin vaxt, yəni mən Bakı Dövlət Universitetindən qəbul olmuşdum. When I came to Baku, my goal was to study well and have. Yəni Bakıya gələndə mənim məqsədim deyir, yaxşı oxumaq idi. Onun məqsədi nə idi? To study well. The highest grades possible. And to get high grades as possible. And to get high grades. Yüksək qiymətlər almaq. Studying very well. At the same time, I set another goal for myself to get even better education, world-class education abroad. Bir də to study abroad. To study abroad. Məqsədləri bu olub. Başqa bir məqsədi də bu olub. And I applied to the Abdussalam International Center for Theoretical Physics in Italy. Və bu İtaliyadakı nəzəri fizika deməli universitetinə təhsili üçün müraciət edib. And I got admitted into a year-long diploma program to Və bir illik diploma proqramına ora qəbul olur. Study high energy physics. High enerji, yüksək enerji fizikasına qəbul olur. But this wasn't enough for me. Amma bu mənim üçün bəs eləmədi. Wanted to pursue my academic goals at the PhD level. I approached my professor. Və o professorluğa, PhD üçün müraciət eləyir. They recommended me to apply to graduate schools in the United States.
və ona təklif eləyirlər ki, ona məsləhət görürlər ki, ABŞ-da graduate school-a müraciət eləsin, yəni bu universitetlərə. States and I did, and I Və elədi. got admitted into PhD program of Syracuse University in Və bu Syracuse Universitetinin PhD proqramı, yəni fəlsəfə doktorluğu proqramına qəbul alır. New York State. New York ştatında. Gulbuman Mahmudani, Doctor of Philosophy and Physics, Advisor Kenneth Foster. Burada görürsünüz təltif olunma mərasimidir PhD ilə. Maşallah. Maşallah, maşallah, halaldır. Years I lived in the United States, and during this period I feel like Gulbuman Mahmudani, Doctor of Philosophy and Physics, Advisor Kenneth Foster. 10 years I lived in the United States, and during 10 years eşitdim uşaqları, 10 il yaşayıb, 10 years. this period I feel like I went through a complete transition of changing. Like I went into the United States as one person, came out of it a completely different person. Deyir ki, və həmin müddət ərzində mən özümün çox dəyişdiyini hiss elədim. Elə bil sanki başqa bir adam gedib, başqa biri kimi gedib, başqa biri kimi qayıtdım. While studying in the United States, I never forgot that I was a role model for kids I left in the IDP settlement. So Və Amerikaya köçəndə deyir, mən heç vaxt deyir, ağlımdan çıxarmadım ki, mən IDP qəsəbəsində, qaçqınların olduğu qəsəbədə uşaqlara role model olmuşam. Was a role model for the kids in IDP settlement, IDP qəsəbəsində də. So when I was working toward achieving my goal, I faced many challenges. Və öz məqsədimə çatmaq üçün çalışanda mən çox çətinliklərlə üzləşdim. While overcoming those challenges, I always remember that there are thousands of IDP kids back in my country, in the settlement I left behind, that look up on me as a role model. So I Və deyir və düşünürüm ki, yəni həmin IDP qəsəbələrdə minlərlə uşaq var ki, məni rol model kimi görürlər knew that I could not fail, and və mən uğursuz olmamalıyam. my ultimate goal was to achieve all this, get experience, get world-class education, become a world-class scientist, educator, and return back to my country to serve my country. Və bunun məqsədi olub ki, to get, onun məqsədi ABŞ-da nə olub? World class education and then serve serve in his own country. In his own country. Yəni dünya səviyyəsində bir təhsil alıb öz ölkəsinə xidmət etsin. Burada ini silirəm və ki öz vətəninə xidmət. His own country. Bu qədər uşaqlar halaldır vallahi, yəni nə deyim, halaldır, belə insanlar var. Və sualı müzakirə edin yoldaşınızla. What lesson did you learn from Professor Məmmədov's life story? Professor Məmmədovun həyat hekayəsindən nə öyrəndin? Nə öyrəndin ay uşaqlar? Nə öyrəndin? Bax mənə yazın görün, nə öyrəndin? Is it important to set goals at different stage of life in order to become successful? Deyir, vacibdirmi həyatın müxtəlif hissələrində, mərhələlərində uğur qazanmaqdan ötürü məqsədlər qoymaq? Of course. What are your goals? Sənin məqsədlərin nələrdir? What are you doing today to achieve your goals? Və bu gün sən öz məqsədinə çatmaqdan ötürü nələr eləyirsən? Uşaqlar, bunu mənə yazın. Okay.
Mənə yazın, məqsədləriniz nələrdir, mənə bilmək istəyirəm, tamammı? Və görüm, maraqlı məqsədi olan kim var, okey? Bunu isə paylaşıram, sağ olun. Yaxşı kommentlər yazın, bəyənin, abunə olun. Bye bye, cheers, goodbye. Sağ olun.